dadlı duzlu əhvalatından danış görək. Danışım da. O bilirsiniz bizim Borçalı kəndində heç pələng yoxdur. Amma var imiş. Bir gün gördüm ki pələng quş inəyi parçaladı. Ağlım başımdan çıxdı. Tez getdim tüfəngimi götürdüm. Qaça getdim meşəliyə. Dağa dırmaşdım. Oradan aşağı düppələmdüz indim. Meşəyə girdim. Pələnglə mənim aramda 5-6 ağac olardı. Birdən iki göz maşal yanmağa başladı. Çox qorxdum. Hava qaranlıq idi. Onun elə vaxt idi ki, sular qaralmağa, gün qaralmağa başlamışdı. Onu heç itirməməyə başlamışdı. Gözümdən itirsəm hər an bir şey ola bilərdi. Onu gözümdən itirməməyə çalışdım. Birdən gördüm pələng üstümə hoppanmaya çalışdı. Onun da bir nəsib xasiyyəti var idi. 3 dəfə o olduğu yerdən atlanardı. Onun üstünə üçüncüdə düşməsə düşüb gedərdi. Birincidə atlandı, yaxına düşdü. İkincidə azca ondan sonra. Üçüncüdə az qala üstümə hoppananda qoltuğun altından tüfənglə vurdum, yerə düşdü. Elə qışqırdı ki, qorxdum. Elə bildim dağ daş üstümə pələng olub gəlir. Getdim onu tumarlamağa başladım. Üz gözümdən öpdüm. Həmin orada da ağlamaya başladım, ona yazığım gəldi. Halal olsun Kərim baba sənə. Kərim baba, mənim atam demişdi ki, sizin atanız dostum. Ondan biraz bizə danışardı. Ay babam, yaxşı danışın. Sənin xətrinə kim dəymət olar? Mənim də atam ovçu idi. Bir gün qoyunları aparırdı. Birdən hava qaralmış idi. Dedi ki, bu dörd yanı hər yeri sis ilə bağlanmış idi. O heç nə edəcəyini bilmirdi. Fikirləşdi ki, gecəydi, evə gedə bilməyəcəkdi. Fikirləşdi ki, bunu bir qaya altında getirsin. O mağaraya rast gəldi. Dağlara dırnarıb mağaraya girdi. Mağarada yatmaq istədi. Orada gördü ki, heç kim yoxdur. O birdən qalxdı. Gördü ki, əlinə bir tuç dəyməsindən qalxdı. Gördü ki, əlinə dəyən pələng quyruğudur. O maral ovlamışdı. Ona görə yatmışdı. O cömət heyvanın mərdiyini görüb, onun ona heç nəsə edəcəyini bilirdi. Sonra gördü ki, pələng ona heç nə etmir. O da pələngdən qorxmamaya başlamışdı. O bir gün orada qalıb, getdi maral ovladığı yeri. Yekə bir maral budunu qoydu mağaranın ağzına və itələdi. Sonra evə getdi. Onlar maralı yedilər. Sonra gələndə gördü ki, orta gəzəndə gördü ki, bir çukurda pələngin ətrafına qurt yaxınlaşır və onun ətrafında durur. O donurdu. Birdən qurt onun boğazından yapışdı. Bir qapışan kimi pələng elə qışqırdı ki, dağ daş düşdürədi. Elə bildim üstümə töküləcək hamısı. Azca orada durdum. İstədim tüfəngimlə qurdu vuram intihası, sonra fikirləşdim ki, yox, olmaz. Sonra qurt 5-10 dəqiqə orada eləcə caz durdu. Pələnglə durmuşdu. Bildim ki, pələng murdar olur. Aşağı çukura indim. Əlimdə tüfəng var. Nə qədər qurda vurdum, o qədər vurdum ki, qurt heç zıqqırı da çıxmadı. Bildim ki, bu da ölür. Pələngi boğanda pələng qışqırıb, elə pis qışqırıb ki, qurdun bağrı yarılıb ölür. İkisi də orada caz ölmüşdü. Sağ ol, ay Kərim baba. Siz də sağ ol, balalarım. Xanımlar, yemək hazırdır mı? Narahat olmayın, 5 dəqiqə hazırdır. Hə, ona kimi də uşaqlar, gedin siz oynayın. Biz də yeməyi gözləyək. Siz bəlkə atmısınız.
üstümə gəlir. O sən ondan heç onu vurubsan? Bəli, bir-iki də vurmuşam. Ay bala, onu vurma. Onun bilirsən mənə nə qədər yaxşı cəhətləri var. Danışın mı o sən? Bəli. Gəl oturaq danışın balam mənim. Onu vurma heç vaxt. O mənim dostumdur. Bir gün deməli mən getmişdim. Ha vaxt yatmağımı bilmirdim. Ha vaxt yatdığımı bilmirdim. Və gördüm ki, hər yarımı sis basır. Sonra qalxdım ayağa, qızılı çağırdım. Sürü də yox, qızıl da yox idi. Qızıl çağırdım, qızıl cavab vermədi. Sonra bir təzdən çağıranda gördüm, bu dərədən bir boğuq səs gəlir. Tez ora, ildırım sürətində ora getdim. Gedəndə gördüm ki, qızıl oradakı qoyunları ora toplayıb, öz başı gəldi. Bildim ki, dəyişdi. O 3 qurdu orada öldürmüşdü. O tək başına qurtları ayrı yerə salıb, onları öldürmüşdü. İndi bildim onun mənə nə qədər dəyər gəlir. Ona o qədər sevdim ki, o qabağına bir ağır quyruq tulladım qabağına. Bəli, Kərim baba, mən bunu gündən sonra qızıla hörmət edəcəm. Sağ ol mənim balam. 3, 2, 1, Sağ ol Kərim baba, mən gündən qızı sevməyə başlayacağam. Sağ ol mənim balam. Gəl qalx gedək. Onu da apar bir yerə qoy. Lazım olmayacaq sənə. Rahat gəlmə ki. 1, 2, 3. Ay xanımlar, yemək hazır oldu mu? Bizim gəldilər çox azdılar. Bəli, hazır oldu. Gedək hamımız bir yerdə oturub yemək yeyək. Gəlin, gəlin babalar.